Space TV-də Tarix Əliyevin aparıcısı olduğu tarixi bir günü verilişində maraqlı anlar yaşanıb. Verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib. Efirdə reklam fasiləsindən sonra Pünhan Piriyevin telekanala gələrkən qaydalara zidd hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcısı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zidd davranışı səbəbindən Space TV-yə polis əməkdaşlarının gəldiyini bildirib. Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib. Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın, keçin. Polis məni başa düşmədi ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq. Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməsinə aparıldığını qeyd edib.